Verilişin sponsoru Bakı Sığorta, Qayğı Keş Sığorta. After DJ Tron, after bus. After bus, DJ Tron. Pərviz Donur, o Bəli, artıq adi insanlar üçün soyuq, Tural Yusufov üçün normal, belə isti havadır. payız plaşındayım. Bəli, və soruşa bilərsiniz ki, bu soğuk havada biz küçədə nə edirik? Biz Tural Yusufovun təzə aldığı Honda CR-V markalı avtomobili test eləmək Bəli, fikrimiz var. xoşuma gəlməsə geri qaytaracağım. Take a look around the room. Love comes wearing disguises. How to go about and choose. Break it down by shapes and sizes. I'm a man who's got very specific taste. Artıq 5 gündür ki maşın məndədir. Pərviz, yəni mən özüm üçün kifayət qədər test etdim, amma mən istərdim ki, sən özün də onu test edəsən, özün üçün qərar verəsən, maşını dəyişmək istəyirsən, bilirəm. Xarici görünüşündən çox gözəl maşındır. Mən sənə deyim ki, belə deyək də, forması havanı iti şəkildə keçə biləcək formadadır. Yəni bu avtomobilləri üstünlüyü nədədir ki, bu yüksək sürətlə hərəkət eləyəndə elə bil ki, bu havaya qalxır bəzi maşınlar. Atlarını Başlayır silkələnməyə. Atlarını çəkməyəcəm. Məsələn, köhnə 120 Pradolar deyirlər də, onlar Ayşə, silkələnməyə gedir. Yəni o Prado ilə 90 ilə pavorota girsən o aşar. Amma bu avtomobil yüksək sürətlə hərəkət elədikcə sanki yerə yapışır. Ona görə bu forması çox gözəldir, amma indi biz bunun mühərrikinə baxacağıq, bunun təkərinin davleniyasını ölçəcəyik. Deməli belə, fikir verirsənsə, xüsusi belə köpək balığı formasında eləyiblər. Evet. Hündürlüyü artırıblar da, yəni sanki vizual olaraq. Amma əslində bundan öncəki Honda CR-V'lər daha hündür idi. Burada isə daha uzun elədilər. Biraz hündürlüyü aşağı saldılar, amma yenə də kifayət qədər hündürdür. Doğrudan da belə baxanda elə bilirsən ki, belə də hündür, amma əyləndə başa düşürsən ki, biraz belə aşağı gedir. Vizual olaraq belə eləyiblər. Faraların quruluşunu dəyişiblər, köhnə CR-V'dən fərqli olaraq. Faraların yeri gəlmişi qəşəngdir. Və xüsusi işıqlar təchiz ediblər. Yəni burada konkret olaraq gündüz işıqları, gündüz led işıqlarıdır. Yəni ki, bu gecə-gündüz avtomobil idarə eləyəndə mühərriki işə salan kimi yanır. Bəli, işıq yanır və həmçinin bunun özünün işıq sensoru, yağış sensoru var və biznes avtomobillərə xas olan elementləri də Yaponlar simiclik eləməyiblər, bu avtomobilə təchiz ediblər. Bu mühərriklər olaraq 2.2.2 və 2.4 mühərrikli olur. İndiki bizdə olan Honda CR-V 2.4 mühərrikdir, benzindir, amma dizelləri var. Soruşdum Honda Azərbaycan mərkəzindən. Axı niyə dizel yoxdur? Deyir, dizeli almırlar və ona görə dizel gətirmirlər. Amma Rusiyada dizelləri var. Dünyada ancaq 4 yerdə yığır. Amerika, Kanada, Çin, Yaponiya. Amerika, Kanada, Çin, Rusiyada yığılır. Rusiyada yığılmır. Və bu avtomobilin digər avtomobillərindən fərqləri nələrdir? Onu biz maşında şey edəcəyik. İstəyirsənsə keçək arxasına. Bunu alanda biləsiniz ki, bu xalq arasında padnoşka deyilən ayaq qoymaq üçün onu vermirlər. Deməli, onu əlavə istəsəz, yəqin mən belə başa düşürəm, bir 500 manat əlavə xərc çəkmək lazım olacaq. Təxmini 500. Məndə Captiva-da 500-ə gəlmişdir də. Təkərləri hələ ki təzədir, çünki 5 gün sürüb təkərim. Aha. Amma bu şey İkinci sıra yoxdur. Amma bu şey yoxdur da, bu basırsan belə güt gedir aşağı, ondan yoxdur. Amma yük yeri həddən artıq böyükdür. Yəni bu görə bilərsiniz. Rahat, bəli. Rahat. Yəni bir nəfər, 2 nəfər uşağı ilə belə otuzdura bilərsən burada. Çox rahatdır. Buna problem yox. Yox, böyükdür və burada deməli bunun Captiva-dan fərqli olaraq ehtiyat təkəri də var. Və əsas məsələ, fikir ver. Təkər burada çox səs eləməsin salona getməsin. Bir izolyasiya, iki izolyasiya gedər.
təkər nazik Evet, təkərdir. yanında deməli damkratı da var, balon açardını. Və hamısı var bunların. Bir dənə o apteçka falan da onu 2-3 gündür də. Özə bu ehtiyat təkər, o biri təkərlərdən deyəsən nazikdir. nazikdir, hə, Hə. nazikdir. Yəni- Ki, müvəqqəti olaraq da. Bəli, bəli. Yəni ki bu əslində bu təkər, bu hava vurulan təkər deyil. Bu samolyotlarda olur, içi şeylə dolu, rezindir bu, Hə, hə, splaşma. rezin. Yəni buna hava vurmaq, zad boşalmaq zad söhbəti yoxdur. Bu müvəqqəti təkərdir, bunu qoyursan, vulkanizasiya gəlib çatana qədər. Niyə tam hamısı rezin eləmirlər? Konkretdə olmasın, ancaq rezinlə gəlir. Yox, o yəqin ki maşının yumşaqlığına təsir eləyir. Hə. Hə, amma samolyot Təyyarə göydə uçanda yumşaqlıq. Hə, yox. Təyyarə onun üstünə düşsə partlayar o İndi təkər. bir əsər bir şey fokus göstərir. Hə. Bax. Bax. Gör necə düşəcək ona bax. Aha. Hoppa. Bu biznes sedanlarda belə olur ha, biznes avtomobillərdə. Yəni bu isə- bunun deməli nə üçün lazımdır? Bu iri yük belə deyək də yükləmək istəsəz, məsəl üçün də Tural evinə təzə divan alıb onu aparmaq lazım. Bunu çıxardır. Buradan bu ruçkanı açır, buradan bunu. Bax burada biri də var, göstər Orxan. Bax bunu açır. Aç. Bu silerlər bax Gör necə gedir qəşəng. Getdi, Ləzzətli gedir ha. uzandı, qaldı. Yəni ondan sonra da bunu çıxart, qoy divanı apar evə. Bu biznes klas avtomobillərdə olur. Məsələn gördün kapsiyada ne deyir? Hə. Tak, şarat, açdın, tökdün. Bu da tıp özü aslan. Bu nədir? Yapondur qardaş, Yapon. Yapon avtomobilləri özümə xoş gələn. Keçən dəfə biz Mercedesi, mən Mercedes haqqında fikrimi deyəndə bir çoxlar bunu yaxşı qəbul eləməmişlər. Mən məsələn Yapon və Amerikan istehsalçılarını niyə görə sevirəm? Onlar istehsalçının nə istədiyini çox gözəl bilir. Biri var dizaynerin istədiyi, bir də var istehsalçının. Yəni onlar sürücünü, gələcək sürücünü, avtomobilin sahibini düşünərək eləyirlər. Ay son, amma bu belə olsun, belə dizayner kaprizləri deyilən bir şey yoxdur. Sən gəl ki. Deməli, gör oturacaqdır, görsən Orxan. Dəri, qəşəng dərisi var, yəni dərini simicli eləməyiblər Yaponlar. Əsl begemot dərsidir. Üzr istəyirəm, hipopotam. Hipopotam. Bu nədir? Hə, bu sonradan Kasketi çıxır. belə işlərində var. Arxa, Ay, ay. deməli belə, arxa isidicilər var və yenə də bir biznes element. Görsən nə qəşəng. Bu dirsək altı var. Bu mənim ən çox xoşladığım şeydir. Mən bura qoyursan stəkan kofe, içirsən özün üçün gedirsən, çox qəşəng. Amma salonun özünün işləməsi keyfiyyətli. Amma indi bizə Orxanı otuzduracaq sonra bura hündürlüyü ölçmək üçün də görün. Bunu çox qəşəng yazılır. Həm bunun enində eləyiblər, belə rahat eləyiblər də. Bir Hə. var, adətən biri görsən balaca eləyir, məsələn, Yox, bu çox enli deyil. İki dirsək yerləşmir məsələn Aha. balaca olanda. Amma burada hər kəs öz dirsəyini atıb rahat mən otura bilir. istədiyimdə bu orta segment, C segmentində olan bir avtomobildir. Amma mən sənə deyim, çox premium qəşəngdir, çox premium qəşəngdir. elementlər şey eləyiblər. Bu qabaqdan buradan onun belə deyək də o panelində görürəm də bütün priborlar olan paneli çox qəşəngdir. Yəni elə bil sanki təyyarədir. Çünki qabaq paneli çox həqiqətən qəşəng düzəldiblər. Yapon minimalizmi deyilən bir şey var. İndi qabağa keçəndə özün də görəcəksən. O artıq elementləri Yaponlar bura qoymayıblar. Bir dənə nə xoşuma gəlmir. Deyəcəksən ki, "A, nə oldu Nay Tural, sən belə." Bax bu ayaq altı var ha. O bu cırt-cırtlıdır, cırt-cırtlıdır. Yapışır. Hə, yapsa, amma parça düzdür. Yox, bu ümumiyyətlə mən sizə deyim də, xarici avtomobillərin əksəriyyəti gələndə bu parça ilə gəlir. Biz Azərbaycanlılar nə edirik? Belə lap belə zır Azərbaycanlılar gedir üstünə klonka tikdirir. Ay su. Belə zır Azərbaycanlı olmayanlar gedir rezinlə əvəz eləyir bunu və üstündən rezin bu qoyurlar. Mən elə gəlir ki, indi Tural lap zır deyil deyənə gəlib rezin tapıb alıb qoyacaq, buna yaxşı Parça olacaq. xoşuma gəlmir, amma Yox, parça olmağı yaxşıdır. Parçanın pisliyi ondadır ki, təmizləmək çətindir. Hə. Rezin rahatdır və mən də sənə məsləhət görürəm ki, bunu rezinini əvəz edib qoydurmaq olar. Arxa cibləri dəridən eləyiblər. Məsələn, Captiva'da tor idi. Hə. Yəni simicliyin bir tərəfi idi. Üstə gəl bu. Yox, bir sənəcə onlar qənaət ediblər dəriyə. Baba fikirləsən Samofya. Çünki istəsə bunu Captivanı hansı ölkə istehsal edir? Cənubi Koreya. Ay, sor. Cənubi Koreyada begemot yoxdur, hipopotam. Hipopotam yoxdur. Yaponiyada var. Yeri gəlmişəm. Yaponların nə xoşuma gəlir. Yapon mən universitetdə oxuyanda tarix fakültəsində demişəm. Asiya ölkələri tarixi çox xoşuma gəlirdi. Xüsusən də Yaponiya.
Yaponiya Monqol istilasına məruz qalmayan yeganə ölkələrdən, yəni Asiyada biridir. Nəyə görə? Onlar materikdən ayrıdılar. Monqollar heç vaxt bir dəfə dəniz donanması olub. Yaponiya hücum eləyəndə tsunami qalxıb. Əslində onun adı tsunami olmayıb. Onlar və Monqol donanmasını məhv ediblər. Bunlar qışqırdılar tsunami, yəni ilahi külək Yapon dilində. Nəyə görə xoşuna gəldi? Çünki onlar materikdən ayrı olsalar da özləri həmişə güclü olublar. Tabi olmayıblar ona buna və o istehsal etdiyi nəqliyyat vasitələrində... Yəni Allah Monqollardan qoruyub saxlayıb da. Yaponlar Monqol olmayıblar. Monqol olmayıblar. Kim? Mənə gəlir ki, indi biz... Bu deməli nədir? Bunun üstündə kulyonkadır. Tural sadəcə olaraq bunu çıxartmayıb. Vaxt olmuyor. Bəziləri təkərlərin də üstündə o Prado avtomobillərinin altında görmüsünüz. O kulyonkadan 5 il sürürlər. Bu Tural 5 il sürməyəcək. Bu indi biz qopardacaq. Bu bağlanmasına bax. Kapsula da belə deyil. Rahat bağlan. Keç bu tərəfə sən. Qeyd edim ki, açar belədir. Yəni start-stop deyil. Bundandır. İki dənə ehtiyat açarı, bir dənə də ehtiyat açarı var. Bir dənə də belə ehtiyat açarı var. Sonra bu knopka deməli daim belə deyək də işlək vəziyyətdədir. Çünki bu knopkanı mənə Tural başa saldı ki, basanda bu ekoloji təmiz avtomobil olur da. Həm də qənaətçil işləyir, belə yanacağı. Sonra burada mənim üçün aydın olmayan bu aydındır. Bu güzgüləri idarə edir. Bu qapıları bağlayır, açır, bu şüşələri bağlayır, açır. Bu deməli sürüşkən yol üçün. O basıb saxlayanda o deaktiv olur. Amma belə aktivdə demişəm. Həmişə aktivdədir. Yəni sürüşkən yol üçün rejimdir. Bu işıqların aşağı yuxarı regulovka eləmək üçündür. Bəli. Multiroldur. Bu main. Deməli bu avtomobilin özünün sisteminə deməli sürət, yanacaq, sürət limiti və onları idarə etmək üçündür. Bu radio CD playerdir. Bu telefondur. Bu da eyni cürdür. Həm də telefon deyən belə bu əlin altında. Belə çəkirsən. Onda rahatdır. Yəni bu telefonu qaldıranda, yəni siz əlinizi sükan arxasında belə oturmuşsunuz, elə bir dənə barmağınızı belə eləyirsiniz. Dərhal atıb telefonu siz qaldırmış hesab olunur. Speedometer paneli qeyri-adidir. Bir balaca. İşte o. Sanki o belə deyək də Yapon bahalı motosikletlərin speedometrinə oxşayır. Sanki qabağa çıxır o sürət speedometri, o birisilər elə biraz arxadadır. Honda özü axı motosiklet istehsalçısıdır, həm də özü superbike'ların istehsalçısıdır. Deməli belə çıxır ki, Honda belə deyək də başqa işə burun soxur da. Əslində motosiklet buraxmır, başı buraxmır. Təyyarə də buraxırlar. Onların özünün deməli robotları da var. Dünyada ilk robotları hazırlayan Honda şirkətlərdən biridir. Yox, motosiklet eşitmişdim, təyyarə eşitməmişdim orada. Telefon menüsü rus dilindədir. Yəni bord kompüteri, deməli iMeet, yəni displeyidir. Əslində bunun rusca olması deməli baxanlar üçün yaxşıdır. Çünki belə deyək də postsovet məkanında daha çox insanlar avtomobil almağa qadir olan, yəni bizim belə deyək də yaşımızda olan insanlar əfsuslar olsun ki, əksəriyyəti ingilis dilini bilmir. Ona görə mənim üçün, şəxsən mənim üçün rus dili daha rahatdır. Telefon menüsünü deyim sənə. Telefonu qoşanda telefonun deməli
yaddaş kitabçası ki yoxdur, kiməsə zəng eləmək. O Hatta- köçürülür bura. Sən buradan birbaşa yığa bilirsən. Məsələn, Captiva'da elə şey yox idi. Sən gələ buradan yığasan falan. Sən birbaşa buradan idarə eləyə bilirsən və ya bunu vasitəsilə idarə eləyirsən. Konkret adını gördün, üstünə bastın, okey, zəng elədin, danışdın. Aha. Deməli sizin telefonunuzun Bluetooth-u bura qoşulan kimi avtomatik sizin kitabçanızda olan adamların adı bura düşür və sizə zəng gələndə o adamın adı yazılır. Bəli. Amma məndə şəxsən adı yazılmır, ancaq nömrə çıxır. Onda da bilmirsən ha bu kim. Hə, onda da bilmirsən ki bu kimdir, amma belə siz artıq adını görürsünüz ki, filankəs mənə zəng Bax, vurub. plastika bax. Hə, yox, səs məsələsi. Səs məsələsində problemi yoxdur. Deməli, sürət ötürücüsünü yuxarı qaldırıb qoyublar. 5 pilləli sadə sürət ötürücüsüdür. 5 pilləli. Çox belə rahat. Yer ayrılıb burada. Rahatdır həqiqətən nə üçün? Çünki adətən belə, amma burada elə bil ki, belənçik qoyursan. Bir dənə mənim üçün bu Hə. alçaqdır. Bir dəqiqə deyəm, alçaq deyil, bu bardaçokdur. Yəni ki, səviyyəsi aşağıdır. Hə, aşağı olmanın aşağıdır, amma bir dənə bardaçok buradadır. Hə. Amma bu dala qabağa gedər. Dala qabağa gedə bilir. Sonra Çünki bax, bir balaca elə bil ki, mənim üçün biraz hündür olsaydı daha yaxşı olardı. amma sən onu aşağı sala bilərsən də, oradan qıraqdan Ya onu aşağı saldım, yolu yaxşı görmür. Yolu fikir versən necə qəşəng Hə, görünür, yox, yox. kör olmasın. Deməli, bir dənə belə bardaçoku var, bir dənə belə bardaçoku var, rahat. Bir də, yox, burada yoxdur. Ciblərdir, aslında balaca ciblərdir. Bu knopka mənim İndi Tural danışdıqca mən şeylə burada deməli yanında knopka var, çox maraqlı. Aç Sən göstərdi qapını. beylündə elə bil ki, bu knopkanı deyirəm. Hə. Önündə deşik yaradır Bu böyle. knopka. Elə bir köktürür. Köktürür də, onurğa üçün. Ay sağ ol. Mənim də demək olar ki, belə deyək də, onurğamda təqrəb problemi və ürəyim istədiyim kimi mən belə rahat bunu qoyuram. Amma hiss edirsən, elə bir az gəlir üstünə. Özümə rahat olan formada qoya bilirsən. Bu qabağa dala getmək üçündür, mən belə başa düşürəm. Hə. Və çox, yəni idarə olunması çox rahatdır. İcazə versən də bağlayayım. Deməli, Bax, burada iqlim ayrısını deyim sənə, burada öz temperaturun olur. Sənin üçün ayrı temperatur. Burada mənim üçün ayrı temperatur. Yəni mən istəsəm bu sükə arxasında onda. Burada 17 dərəcə qoyuram, burada eləyirəm qış. bu buranın havası ora keçirdi sən. Onda gələ bura bir hasar qoyursan. 6 banla demişəm. 6 banla hördürəcəm. Deməli, şüşə deməli lüku var. Bunda da əlləndir belə. Bəli, Gəlir bağlanır. Belə açırsan. Amma açanda elə bir ki, biraz işıqlı olur salonda da. Amma elə modeli var ki, o tamamilə panorama var ha. Bax panorama əməli ondan başlı alayım. olur. Yox, Bakıda yox idi o. Yəni. Onu gətirməmişdilər. Daha sonra, hə, bax gör nə istəyirsən bax. Burada deməli işıq güzgü çox sadə. Eynək üçün yer ortada bir dənə. Amma indi bax. Hop. Şəkil çəkdin, selfie çəkdiləndi. Güzgü kimi Oradan istifadə. mən bizim şəklimizi çəkə bilərsən sonra burada. Baba burada. Bura yaxşı yer. Sonra arxada oturanda çəkərsən onu. Belə alınmır. Görsən də qəşəngdir. Oradan. Mən səndən qəşəng göstərim. Sən fotogeniksən də qardaş. Başını götürürsən. Olanın budur. Burnu da ki göstərir Tural. Deməli, bax, bu lüku açmaq üçündür. Bu nədir? Bunu belə eləyirsən, qapını açanda işıqlar yanır. İşıqlar yanır. İstəmirsənsə söndürürsən. Bu nə üçün yaxşıdır? Əgər siz axşam gəlmisinizsə hər hansı bir yerə və belə deyək də qapı açılanda sizin avtomobilinizin içində kimin olmasını istəmirsiniz ki, kənar şəxslər görsün. Bu söndürürsə onda qapı açanda işıq yanmayacaq və kənar şəxslər görməyəcək sizin maşınınızın içində kim var, kim yoxdur. Amma istəsəz bunu rahat belə rejimə qoyursunuz, açanda işıq yanır və siz açar yadınızdan çıxır və yaxud nə yadınızdan çıxır görürsünüz. Görürsünüz və götürürsünüz. Baza komplektasiyasında bu olur üzərində. Yəni bu CD player'dir və Bu işin telefondur. nətər idarə olduğunu Bu ekranda. da elə. İstəsən özü limanına oyanırsın. İstəsən ortada qoyursan ki, Ortada qoysa açı yansın. özü avtomatik yansın. Baza modelində budur. İstəsənsə məsələn buradan belə yeri var da. Bunu çıxartırsan bir monitor qoysan, mənə monitor lazımdır. Arxaya vermə monitoru var. Arxaya buradan görsənir. Deməli, güzgü qızdırıcıları var və şüşə qızdırıcıları. Bu çox vacib şeydir. Xüsusən də Azərbaycanda yox əlbəttə ki. Rusiyada. Rusiyada, soyuq ölkələrdə bu güzgü qızdırıcısı belə əvəz olunmaz bir şeydir. Çünki gəlirsən adətən qar donub güzgünün üstündən o buzu bir dənə buradan düyməni basırsan, bir də şüşələr də əridi, töküldü güzgülərdə. Bu çox Güzgülər çox tökülməyəcək amma. Yox, güzgülərin üstündən Ne buz döküləcək. Yəni bu eləyəcək. Sizə oradan kapotu aç bir dənə motora da baxaq. Ya bu biraz narahatçılıq. Əlbəttə bu kapotu açanda ki bu axtar belə sal bu biraz Bunlara yaxşı şeydə şeydir. o
hava ilə olanda biraz qalxır ha, o daha yaxşı. Deməli bu izolyasiyadır, yəni motorun səsi düşməsin deyə. Yəni bu özü mən sizə deyim, parçası çox möhkəmdir. Yəni suya dözümlüdür. Yuvanda problem olmur. Və radiatorla baxın, fikir verin. Bir də icazə verin. Görün, radiator nə balacadır. Yəni ki, bu boyda maşının radiatoruna baxın. Yəni bununla tam bu sistemin belə deyək, soyudulması təmin olunur. 4 klapanlı 2-4 motordur, 4 klapanlı. Amma üstü bağlıdır da, adətən olur belə karotka olur. Bunu niyə görə Yaponlar elə? Yaponlar o saatlar olur ha, içərisinin şeyi, mexanizmi görsənir ha. Bu konkret olaraq sənə mexanizmi görsənməyir. Hələ ki belə deyək də, 7-8 min, 10 min kilometr vurmadığına görə yağı xərclərinə qədər. Amma bunun içində özü yağı, hansı yağdan da onlar deyirlər, məsəl üçün ki, məsəl üçün bu dəqiqə bu mühərrikin içində filan yağ var, sizə də məsləhət görür ki onu. Sənə öz yağıdır. Amma hansı yox, Honda'nın öz yağı olur, Honda. Doğru, yəni yağ buraxır. Ha, Honda öz yağ buraxır. Deməli, motosiklet buraxır, təyyarə buraxır, maşın buraxır, yağ da buraxır. Yağ da buraxır, Honda'nın öz yağı. Deməli 5W30'dur. Deməli, fara fikir verirsən Orxan şüşələrdən. Yəni, burada qutarmır fara. Fara gəlib bura qədər, fikir verirsən. Yəni, burada əslində adi maşında elə bir burada uca bağlanır. Bu, bağlanmayıb özü də. Bu elə bil ki, taxılıb bura. Taxılıb, hə. Taxılıb. Çox var, bu nəsə bir yeni texnologiyadır. Amma bu mənim, bu xoşuma gəlmədi. Yox, bu... Belə bu prosta belə deyək, Yapona yaraşmır. Ay! Adlarına layiq deyil. Yox. Sürək baxaq görüb nə deyir. Başım dəymir. Gör necə ediblər. Bax fikirləri burada biraz aval ediblər ki, başı rahat otursun ona. Görürsən. Gördüm. Yəni bilməyənlər üçün deyək ki, bizim operatorumuzun boyu 2 metrədir. Başı dama dəymir. 1.95. 1.95. Hər kəsə dəfə 1.85 elədi. Sonra indi 2 metrə elədi. 1.95-dir. 1.95-dir. Deməli biz indi D-yə qoydum. Monitorda görsən D sıra o dəqiqə yanır. Deməli, nə özün görəcəksən, speedometrin qırağında yaşıl yanır. Yaşıl yanmağı o nə deməkdir? Yəni yolda sürdüyün zaman özün görəcəksən ki, bu onu göstərir ki, sən avtomobili çox qəşəng sürürsən, ekonomik şəkildə. Bu avtomobildə nələr var? Deməli, avtomobildə xəttlərə nəzarət sistemi var. Nə deməkdir? Əgər o sistemi aktivləşdirsən, sən bir zolaqla gedəndə, zolaqdan çıxanda avtomobil səni zolaqdan çıxmağa qoymayacaq. Deməli, monitoru görürsünüz də, Orxan göstərə bilərsən. Yəni ki, çox genişdir bucağı. Arxaya verəndə bucağı çox genişdir, rahat görsənir. Açığı o şeyinkindən, Captiva-nkindən daha rahatdır. Yəni, Captiva'da mən güzgülərə baxırdım. Bundan ancaq monitora baxıb, özü monitorun yeri rahatdır. Yəni, çox maşınlarda buradadır, bura baxıb adam nəsə vərdişiyor. Amma buradan belə güzgüyə də baxırsan, burada yəni gözü aşağı yuxarı eləmirsən də, o barədə çox yaxşıdır. Sonra rulunun dönməyi, belə pavarotu yaxşıdır. Dönəcəksən, dönəcəksən rahat. Belə, yaxşı, yallah. Deməli, şəhər siklında 11-12 litr xərcləyir, 2-4 motor. İndi o sənin dediyin yaşıl əmələ gələcəkdə biraz. Bəli, indi sən əyləclə işləyirsən, ona görə o gəlmir. Elə gəlmir. Deməli, Trasta 8-9 litr. 8-9 litr Trastadır. Şəhərdə də 11-12. 11-12 olacaq. Captiva 12 olmuş. Hə, indi mən görürəm. Ha, gördün yaşlı. Yəni avtomobil qənaətli işləyir. Hə, yəni bu
Yaşıl gösterici bu Orhan, göstermek olursa bunu. Ha, speedometre Bu yaşıl proqramı. gösterici speedometrin ətrafında bu onun göstericisidir ki, deməli bizim avtomobilimiz bu dəqiqə yanacağın qənaətlə işlədir. Mən belə başa düşdüm ki, indi mən birdən mühərrikim qazı bassam, yəqin ki bunun rəngi dəyişməlidir. Müəyyən rejimdə qovmağa başlasan, başlayacaq Hə, sarı. müəyyən rejimdə. Hə, müəyyən rejim. Məsələn, sonra başlayacaq sarı rəngdə ki, yəni sən qardaş ağ eləyirsən. Bax, Və tam ağ məsəl üçün rəngdə birdən bastı, bax ağardı. İşte gördünüz. Ya bak birden eski gazı basan kimi, aynı Orhan fikir ver. Bak birden gazı basacağım bak. Bak söndü. Çünkü geçti başka renge ki ya artık ben Sen çok xərcləyirsən. yanacağını qənaətlə işlətmirəm. Çünkü Hə. sen çok şey istəyirsən məndən. Mən də sənə onu vermək üçün biraz gedib çox yanacağı yandıram. Başa düşdün? Deməli Yəni 5 ağıllı gündür mən maşın. polnu bak vurmuşdum 5 gündür də. Şeyə bax, baka bax, hələ qalıb. Sonra sen dedin ki bunu da elə rejimə qoymaq olur ki rejim limiti. Məsələn, indi var 80-də qoymuşam ki, 80-ə qaldırsan başlayır səs eləməyə. Əgər limiti qoysam 80-ə ki, mənə 80-dən çox aşmayım. mən elə gəlir ki şəhərin içi üçün 80 çox qoyumsa da 68-dən sonra artıq radara düşdüyün şey gəlir. Hə, yox, mən onu O da elə belə 70-ə sınamaq üçün qoymuşam ha. Sınamaq üçün qoymuşam ki, nə edəcək? Çünki mən çox məsələn də o texniki məsələlərini hələ araşdırıram. Məsələn, minusu nədən ibarətdir? Minusu bundan ki, bunun özündə kitabça vermir. Hə, yəni instruksiyası yoxdur. Kitabça yox, bəlkə də Rusiyada var, Yaponiyada var. İndi Azərbaycan şeyində o kitabçası Yeri yox. gəlmişəm bu arada çox bağlanır da bunun açarla. Lazım. Lazımsa bağlıysan açar. Açarla bağlıysan rahat, qəşəng. Salonda səs yoxdur. Salon deməli o qədər şeyli bilər ki, Yox, səs barədə mən sənə deyim, ümumiyyətcə səs yoxdur. Mən bayaqları rejislərin üstündən keçəndə də fikir verdim. İstəyirdim deyim, sonra sən danışırdın deyəndə fikrimdən çıxdı. Yəni heç təkərlərin səsi gəlmədi. Yəni elə rahat keçdi. Ona görə belə səs barəsində mənə də gəlir ki, heç bir problemi yoxdur, çox qəşəngdir. Ümumiyyətcə, məsələn deyim, Yapon maşınlarında, hətta köhnəsinə də əyləşəndə onların bu, belə deyək də, abis şumka deyirlər, o səs izolyasiyası çox güclü olur və hətta köhnə maşınlar belə. Məsəl üçün, mən sənə deyim ki, Koreyanın maşının 3 illiyin, 4 illiyin götürəndə artıq görürsən qapısında səs var, orasında. Yaponlar o səs izolyasiyasında ustadlar, yaxşı bacarırlar. O barədə məsələn düymələri başqa cür. biz 5 ildən sonra da bu maşını oturub sürsək, indi səndə olacaq, başqasında olacaq, bunun səsi olmayacaq istərdə. Onlar səs barədə Yaponlar çox- sınmayan maşın istehsalçıdır. Məsələn, Toyota. Toyota deyirlər sınmayan maşındır. Amma məsələn deyim, sınmayan maşın əslində istehsalçıyı sərf eləmir. Çünki ehtiyat hissələr satılır. Hə, amma o Yapondur da. O məsələn mühərriki, məsələn deyək, keçən dəfə Mercedes 1 milyon. Bunun mühərriki heç vaxt sınmır. Yəni Alman Yapon deyir ki, qardaş, sən mən dediyim kimi mühərriyə qulluq eləsən, vəssalam, bu mühərrik dayanan deyil. Həmişə işləyəcək. Yəni o deyirlər. Amma məsəl üçün Almanların Mercedeslərində, bax biz ötən dəfə Mercedes sürürdük də sən. Y-Class. Y-Class. Onlarda deməli mən internetdən oxumuşam, məlumatın dəqiqliyini deyə bilmərəm. Orada 2001-ə qədər buraxılanlar, bu yumru faraları bir qabağımızda gedir. Onlar elə bilginən ki, xarab olmurmuş, ehtiyat hissələr də çox pis satılıb. Ona görə onun piridokun sonra növbəti variantın üzərində bir balaca incə düzəltiblər. Yəni avtomobili biraz elegant ediblər, adını da elegant qoyublar. Ona görə də satanda deyir, soruşurlar ki, elegantdır yoxsa elegant deyil. Yəni ki, onu bilirlər ki, o ilə yəni müəyyənləşdirirlər ki, bu maşın çox xərc aparacaq yoxsa az. Qabaq ötürücüdədir indi, amma istəsəniz 4 təkərin 4-ü də işləyəcək. Həmçinin 1-2 yəni yükə düşəndə özü qoşacaq. Özü qoşacaq. İstəsən 1-2 atıb özün də manual qoşa bilirsən. Hə. Yəni bunu yəni sanki bir mexaniki sürət kimi bir-iki adətən nə vaxt istifadə olunur? Yəni deyək, bilməyənlər bilsin. Üzü aşağı hansısa bir dağ yolundan düşəndə avtomobil öz-özünə sürət qutusunda ötürücüləri qoşmasın deyənə siz bunu əllə ikinci məsəl üçün sürətin üstünə qoya bilərsiniz və o müəyyən sürətdən yuxarı qalxmayacaq. Yəni aşağı düşəndə maşın ya ayağınızda daim əyləcin üstündə basıb saxlamaqdan belə deyir, biraz azad olacaqsınız ki, kalotkalar çox yeyilməsin. Burada bir məqam var. O özü sənə hansı sürətdəsən, ötürücüdəsən, məsələn, dəyiş sənə 1, 2, 3, 4, 5 ekranda kiçik olaraq sənə göstərir. Üstəgəl görsə ki, sən bir sürətdə daimi olaraq çox gedirsən, o yəni avtomatdır da, düşünə bilər ki, sən onu yaddan çıxarır, sənə xəbər verir ki, bəlkə sürəti dəyişəsən. Sən bunu da eləyirsən. Bir təkər təzyiqini, məsələn, premium klasslarda adətən nə olur? Təkər təzyiqini aşağıdırsa göstərir. Bunda bir premium klass elementi var. Konkret yox, bu monitorda sənə göstərəcək ki, təkərin təzyiqi az. Məsəl üçün bu var. Özünün Bartovo registratoru var.
Bu barda var registrator, sən nə qədər hansı, nə vaxt maşını işə salmısan, hansı işıqlar yanıb, hansı işıqlar yanmayıb, sürətin nə qədər o, bütün hamısını Belə qeyd edir. deyək, pilotların dili ilə desək, bunun çorlu yaşığı var. Bəli, çorlu yaşığı var. Qara qutusu var. Tam qara qutusu var və hər şeyi də qeyd edir. Əgər Allah eləməmiş avtomobil hər hansı bir qəzaya uğrayarsa, o qara qutunu çıxardıb müəyyənləşdirmək olar səbəbini. Səbəbini, məsələn, bu elektrik avadanlığı olub, yoxsa sürət həddi olub? Deməli, Orxan, Şuşaya fikir ver, Orxan, necə təmizləyir ki, Şuşanı. Bir dənə balaca orada bir fikir versən, balaca üç bucaq bir dənə çirkli şey qalıb, bilməm, göstərə biləcəksən, fikir ver, bir balaca bu boyda. Yəni, tək təmiz panoramı çox güclüdür. Yəni, mən sənə deyim ki, Panoraması. Yəni, elə rahat bir abzor var ki, heç belə... C segmentində, bax, Nissan Qashqai, Chevrolet Captiva, Çin istehsalı Chang'an, Honda bunlardan üstündür. Bu aydın məsələdir. Yəni, bu Honda'nı Kitay avtomobili ilə müqayisə eləmək, heç Nissan Qashqai ilə də müqayisə eləmək olmaz. Çünki Nissan Qashqai daha zəifdir. Amma eyni segmentasiyadır. Baxmayaraq ki, 5 yerliydi, 7 nəfərli deyil, amma... Özdə mən sənə deyim ki, Nissan Qashqai'də heç bilmirəm. Yəni, 4 aparan təkəri var, 4 qoşquludur, yoxsa mən biləni yox. Yox, onlarda hərdən komplektasiya baxır. Əgər orada komplektasiya Çünki mən bir dəfə almaq istəyirdim, yadımdadır. Mən dostum qoymadı, dedi ki, lazım dedi sənə bu. O mənə məsləhət gördü, mən Terakan aldım. Onda yox idi. Valla Nissan Qashqai mən öz şəxsi fikrimdir, indi Honda'dan keçirik Qashqai'ya. Nissan Qashqai dizaynsızlığından əziyyət çəkir. Mənim onun dizaynı xoşuma gəlir. Dizaynsızlıqdan başqa da onun salonunun içi də bu kimi rahatdır. Burada oturmuşsa da elə bir ki, mən sizə deyim də, mən özümə elə hiss edirəm ki, mən sanki təyyarə idarə edirəm. Çünki sükan belə çox balaca və aşağıdır. Biraz belə düz gözümdə, yəni mən əziyyət çəkmirəm. Gözümü aşağı eləyəndə mən o sürəti göstərən belə deyək, priborları zada hamısını rahat görürəm. Güzgülər enlidir. Ən çox da xoşuma gələn odur ki, deməli monitor mənim gözümün qabağındadır. Ən çox xoşuma gələn odur. Bəlkə mən monitoru görmək üçün, bu güzgünü də düzdür, mən indi biraz əyilib baxıram. Yəqin ki, bizim ola bilər ki, boyumuzun fərqi. Hə, mən özümə uyğun şey etmişəm də onu. Amma ki, güzgülərinin abzoru böyükdür. Deməli, əsas belə deyil, amortizasiya problemi olmur bu avtomobillərdə. Ola bilər deyəsiniz ki, Tural, təzə almısan maşını və sən bu maşının haqqında o qədər də çox geniş bilgiyə malik olmayacaq. Buyun üstündən keçdik də. Rahat keçdik. Yəni, heç hiss elədin Orxan. Yəni, mən özüm bilə-bilə saldım ki... Hiss eləməz onu. Yəni, heç kamera tərpənmədi ya. O çox yumuşaqdır. Deməli, amortizasiyasında problem olmur dostlar. Əyləc qəliblərində problem olmur. Mühərrikində problem olmur. Bu avtomobili, yəni Honda CR-ni aldığın zaman orta segment qiyməti 31.400 manat. Yəni bir şey dediyimdə, əgər kim sual verirsə ki, adətən birinci növbədə Azərbaycanlıların sualı belə deyək də, bunun təmiri çox pul aparandır, yoxsa az pul aparandır, onu dərhal qeyd eləyək ki, bu avtomobili alsaz, ən azından 3 il 4 il siz yağ dəyişmədən başqa heç nəyə pul verməyəcəksiniz. Təmir məsələsi sizi maraqlandırmayacaq. Çünki həqiqətən də, həqiqətən də bunu elə düzəldirlər ki, yəni bu qabaq podveskası çox möhkəmdir. Arkası, abis şumpası çox qəşəkdir və mühərriki də bayaq Tural dedilər. O deyir, Yapon deyir ki, sən al, mən dediyim kimi qulluq elə bu mühərrikə, ömür boyda o mühərrik sənə əziyyət verməsin. Yəni, ona görə sınan avtomobil olmadığı üçün də təmirə mənə elə gəldi ki, alan ildən 3 il, 4 il siz ümumiyyətlə heç nə barədə fikirləşmişsiniz. Yağ dəyişmək, kalorka dəyişmək, bunlar dəyişmək. Amma normal sürsəniz, söhbət normal sürməkdən gedir. Elə insanlar var ki, onlar bəli, qovmaq üçün maşın deyil, yəni 2-4 motordur, 170 at gücü var. Amma mənim üçün, niyə görə CR-V gedir? İngilis ilə onu abreviaturasını açdıqda, deməli, istirahət üçün rahat avtomobil deməkdir. İngilis ilə onun tərcüməsi CR-V-nin istirahət üçün rahat avtomobil. Yəni, sırf ailə maşınıdır. 5 nəfəri oturdu, bagaja yığdıq özveşlərimizi, çıxdı getdi istirahətə. Qovmaq üçün maşın deyil, yağdan başqa heç bir şey eləmir. Sadəcə olaraq bir neçə məqam var ki, onu mənfini deməli, qabaq kapotu, əllə o dəmiri məsələsi idi, xoşumuza gəlmədi. Bu rezinləri parça ilə əvəz ediblər, cırçıqlı rezin olsaydı daha yaxşı olardı. Navigasiyası yoxdur, yəni əgər display qoysan burada naviqasiya olacaq. Amma orada da Azərbaycan yoxdur.
Ha, yoxdur. Yəni niyə edirəm bunu? Düz deyil. O deyə obisində Captiva'da var idi. Onda belə çıxır ki, ancaq telefona qalır. Telefona yükləyib onunla şurasa. Hə, o telefona qalır ümid və ya video registrator Mən var. bir şey başa düşə bilmirəm ki, niyə bu Azərbaycan belə deyil, balaca bazar dövləti. Niyə görə bunlar məsəl üçün türk dilində eləyir, rus dilində eləyir, nə bilim gürcü dilində eləyir, Ukrayna dilində eləyir. Azərbaycan dilində nə Bu eləyir? bəlkə də dillerlərin özünü istəyir. Azərbaycan xəritəsini ölçək. Yox, diller istəsə yəqin ki eləyər. O diller özü istəməz. Diller istəyəndə ona görə əlavə xərc verir. İstəsin də, niyə istəmir? Bilmirəm, mən heç vaxt dillər olmamışam. Mən ona görə bilmirəm. Gərək biz özümüz biliyoruz. Biz nə vaxtsa Hansısa bir avtomobil markasının gərək biz diller olar. Və biz Azərbaycan xəritəsini ona vurduraq və göstərək ki, Azərbaycan var. və biz dillər olsaq sən bil ki, başqalarının bazarı tamamilə öləcək. Ya başqalarının bazarı öləcək, ya da bizim ikimizi öldürəcək. Videodan sonra bizim başımıza nə gəlsə bilin kimdən şübhələnmək lazımdır. Deməli, videonun altından kommentlərinizi yaza bilərsiniz. Nəyi bəyənirsiniz, nəyi bəyənmirsiniz və ya əgər siz istəyirsiniz ki, biz sizin avtomobilinizi test edək və ya satmaq istəyirsiniz avtomobilinizi, o zaman öz əlaqə nömrənizi də kommentə yaza bilərsiniz. Şəxsən mən belə deyim də, mənim bəyənmədiyim elə bir şey olmadı, açığım deyil. Sadəcə olaraq bir məsələ var ki, yəni bu avtomobilin qiyməti 31.400 manat. 31.400 manat, bu hardasa 35.000-36.000 dollar pul edir. Bəli. Yəni ki, belə deyək, əgər o imkanlarının məhdudiyyətində olan insan varsa, bu avtomobili almaq belə deyək, həm sərfəlidir, həm də məsləhətlidir. İndi sən yağı dəyişəndən sonra bir şey Biləcəm də, hamı biləcəm də. Mənə gəlir 55 manatdan artıq olur. Elə o qədər dedi deyəsən. 70 manat mən verirəm Captiva'da. O da 3 motordur. Hə, bu 2-4-dür. Yəqin ki, bura 5 litr yağ. Yo, getməz. 5 litr var. 2-4-dür, 4 klapanlıdır. Harasa 2 litr yarım. Harasa 2 litr yarım. Dəqiq heç bir instruksiyası yoxdur. Yoxdur da qardaş, kitabça verməyiblər. Bunun içində bir dənə veriblər belə nömrə. Vəssalam. O da ki şeydir, şikayətin oluna zəng eləmək. Yaponiya. Yapon nömrəsidir. Bu qədər dostlar, inşallah gələn həftə yeni modelləri sizə test edərik. Maraqlıdırsa sizə təbii ki, videonu like edirsiniz, paylaşırsınız və əgər istəyirsinizsə ki, biz sizin avtomobilinizi test edək, satırsınız avtomobilinizi ki, bəs mən maşınımı görmək istəyirəm Avtobaz video blogunda, nömrənizi paylaşın, biz sizinlə mütləq əlaqə saxlayacağıq. Bəli, hər hansı bir avtomobil istehsalçısı və ya aksesuar satmaqla məşğul olan təşkilatlar da bizə müraciət edə bilər. Bu problem yox. Bəli, amma biz yenə bir şərtimiz var. Əgər nəsə xoşumuza gəlməsə, Biz onu mütləq deyəcəyik. Yəni ki, biz çək içərik yapırıq. 7 dənə, yadımdan çıxmışdı. 7 dənə təhlükəsiz yastığı var. 7 də. 7 dənə təhlükəsiz yastığı var. Piyadalara 2 ulduzlu. İkisi burada bildim. İkisi bu. 2, 3, 4, 5, 6, axırda getdi. Artığı da var. Ha, Yəni hamısı var. hətta belə yük yerində də var. Təhlükəsiz yastığı. Belə pərdə kimidir. Yəni konkret olaraq buradan belə açılır. Euro NCAP-dan 4 ulduz, həm təhlükə sərnişinlər, həm sürücü, piyadaların isə 2 ulduzdur. Biləsiz. Yəni Y-klass var deyə 1 ulduz almışlar. Bu imunda 2 ulduz. Yaxşı, sağ olun. Bitirək burada Y-klassı, yoxsa mən burada yenə də sökəcəm. Yoxsa başınıza gəlir Mercedes tənqid edəməm. Sağ olun, məsləhətli maşındır. Şəxsən mənim üçün məsləhətli maşındır və mən məsləhət görərdim almaq istəyənlərə. Təşəkkürlər. İnşallah gələn həftə görüşərik. Qismət olsa. Sağ olun.